Bismillahirrahmanirrahim. İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruhu ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahumme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke Hamidun Mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemine inneke Hamidun Mecid. Değerli kardeşler, Allah Taala'nın ad və sifətləri barəsində bəhsimizdə davam edirik. Bildiyimiz kimi Allah Taala'nın ad və sifətlərini bilmək insana ibadətlərdə, yəni ibadətləri gözəl şəkildə yerinə yetirməyə, ləzzət duymaya kömək edir. Aydındır. Çünki insan uluhiyyət tövhidini, ad və rububiyyət tövhidini bildisə, bu iki tövhid necə insana ibadəti gözəl şəkildə, tam şəkildə, buyurulmuş, kamil şəkildə yerinə yetirməyə yol açırsa, yardım edirsə, demək ad və sifətlər də elə bu fəsildəndir, buna aiddir. Kitabda, əlimizdə olan kitabda Qavaidul Muslə kitabıdır ki, bu da bizə burada Allah Taala'nın ad və sifətlərindən bəhs edir. Keçdiyimiz dərsləri bir yüngül xatırlayaq. Deməli ki, bildik, birinci qayda olaraqdan götürdük ki, Allah Taala'ya verilən adların hamısı mütləqdir ki, gözəl olsun. Əsmaullahi Teala kulluha husna. Birinci qayda. Əsmaullahi Teala kulluha husna. Allah Taala'nın bütün adları bizə məlum olan, bizə bildirilən 99 ad və ondan savayı başqa adlar. Hamısı gərək gözəlliyin zirvəsinə çatsın. Hüsnə dərəcəsini çatsın. Əgər belə olarsa, Allah Taala, bu ad Allah Taala yaraşar. Çünki biz Allah Taala'nı özünə layiq olan təzdə həm sana etməkdən ötəri mütləqdir ki, və yaxud da ki, biz Allah Taala'nın tanımaqdan ötəri mütləqdir ki, biz Allah Taala'ya ən gözəl, ən üstün sifətlər verməliyik. Çünki o yaradandır. Biz yaranmışıq. Yaradanla yaradılmış eyni ola bilməz də. Aydındır. Allah Taala bütün nöqsan sifətlərdən, vəsiflərdən bizim ağlımıza gələcək hər bir nöqsan Allah Taala əksidir, daha üstünüdür. Və bizim ağlımıza gələcək hər bir kamillik sifətlərindən Allah Taala daha kamildir. Başa düşdünüz? Bizim ağlımıza gələcək hər bir kamil sifətdən Allah Taala daha kamil sifətə layiqdir. Bizə Peyğəmbərimiz buyurmuşdur ki, Allah barəsində fikirləşməyin, düşünməyin. Çünki siz görməmişsiniz, bilmişsiniz. Görmənizi düşürə bilməzsiniz, qavraya bilməzsiniz. O mahiyyətinə çata bilməzsiniz. Ona görə nə edin? Allah Taala'nın yaradılmışları barəsində təfəkkür edin. Birinci qayda, unutmayaq ki, Allah Taala'nın adları hamısı gözəldir. İkinci qayda, Əsmaullah Teala a'lam və əfsa. Allah Taala'nın adları xüsusi isimlər və vəsiflərdən ibarətdir. Xüsusi isimlər və vəsiflərdən ibarətdir. Biz keçən dərsimizdə dedik ki, Allah Taala'nın adları, vəsifləri var. Adlar varsa bir neçə adlar var. Hamısı bu adların bütün toplumu hara qayıdır? Allah adına qayıdır. Çünki Allah Teala Huvallahu la ilahe illa ila axiri ayə Allah tadı ki, o Allah ki la ilahe illa son başlayır saymağa ki, o Allah Rahmandır, Rahimdir, Məlikdir, Quddusdur ilə axirihi. Aydındır. Çünki bunlar hamısı Allah Teala'nın vəsifləridir. Və heç də bu adların çox olması, tənəvvü olması heç də bunların Allah Taala'nın da tənəvvü olduğu mənasına gəlmir. Yəni fərqli bir neçə olduğu mənasına gəlmir. Aydındır. Bizim adi insan olaraqdan bizdə də bir neçə sifətlər ola bilir. Bir neçə adlar ola bilir. Məsələn, şücaətkar, məsələn, səxavətli. Aydındır. Yəni bu adda o demək ki, sən şücaətkar, sən başqasan, sən cömert, başqasan. Aydındır. Bu vəsiflər fərqli olsa da orada vəsf olunan birdir. Bugünkü mövzu isə qısadır, lakin böyük məsələlər özündə ehtiva edir. Üçüncü qayda, Əsmaullahi Teala indəllət alə vəsfin mütəəddin tədammənə thələthəti umur. Budur qayda. Əsmaullahi Teala indəllət alə vəsfin mütəəddin tədammənə thələthəti umur. Mənası, uca Allahın adları əgər Allah Teala'nın adları keçici, xarakterik bir vəsfi ifadə edirsə, bu özündə üç şeyi əhatə edir. Unutmayın. Allah Teala'nın
adları əgər keçici bir xarakterli, yəni keçici xarakterlidirsə, vəsfi ifadə edirsə, bu özündə mütləq ki, 3 şey ifadə etməlidir. Bir adlar var, keçici xarakterlidir. Bir də var Allahın adları var, keçici xarakterli deyil. Ona gələcəyik. Birinci mövzumuz odur ki, birinci vəsifimiz, əgər Allahın adları keçici xarakterli bir vəsif ifadə edirsə, bu özündə 3 şey ifadə, 3 şeyi təsdiq edir. Mütləq ki, bu 3 şey olmalı. Birincisi odur ki, o adlar ki, bu 3 şey özünə dəlalət edən ad, böyle keçici xarakter vəsf edən adlar 3 şey olmalıdır. Birincisini etmədik onlara barəsində. Birinci bizə lazım olan o adlar barəsində odur ki, subut edərkəl ismu lillahi azza və cəl. Həmən ki, o keçən, o ayədə və yaxud hədisə keçən o adı biz Allah barəsində sübut etməliyik. Ki, Allah Teala'da bu ad var. İkincisi, və ya da ispat etməliyik. Subut sifətilləti tədammələ lillahi azza və cəl. Həmən ki o sifətin, həmən ki o vəsfin ehtiva etdiyi sifəti uca Allahda sübut etməliyik. O həmən ki adı, birinci onu ispat etməliyik, sübut etməliyik. İkinci, onun ehtiva etdiyi hər hansı bir düşüncə, hər hansı bir mənanı Allah Teala'da ispat etməliyik. Üçüncü, subut hükmə və muqtədahə. Üçüncüsü isə onun hökmünü və dəlalət etdiyi şeyləri biz Allah Teala'da sübut etməliyik, ispat etməliyik. Başa düşdünüz? İnşallah. وَلِهَذَا اسْتَدَلَّ أَهْلُ الْعِلْمِ عَلَى سُقُوطِ الْحَدِّ عَنْ قُطَّعِ الطَّرِيقِ بِالتَّوْبَةِ. Demək, bəzi adlar var, onun özündə müəyyən bir vəsifləri, müəyyən bir deyək ki, xarakterləri özündə daşıyır. O ad gəlirsə, arxasınca məsəl üçün Allah Teala Gafurdur. Onun nəticəsi nədir? Keçiciliyi nədir? İnsanları əff etməsi, bağışlanması. Amma bəzi adları var, o keçici deyil. Aydındır. Əgər keçicidirsə Allahın adları, özünə 3 şey əhatə edir. Birini ispat etməliyik və onu ehtiva etdiyi mənanı, hökmünü və oradakı məsələni ispat etməliyik. Aydındır. Məsəl üçün, deyirlər ki, yəni bu mənaya baxımından Allah Subhanahu wa Ta'ala'nın yol quldurlarının tövbə etdikdən sonraki, əgər tövbə edərlərsə, onlara tətbiq olunan hədd düşür. Yəni bu qaydaya əsasən yol quldurlarının əgər tövbə etdilərsə tutulmazdan əvvəl, onlardan hədd düşür. O da açıqlanacaq, çünki ayənin axırında dediyimiz kimi o vəsflər, o mənaların ehtiva etdiyi mənalar bizə bunu gərəkdirir. İstədəlü alədə bi qavlihi Teala, onlar da, alimlər də, yəni onlardan yol quldurlarından o həddin düşməsinin bu ayə ilə istidlal edirlər ki, Allah Teala buyurur ki, İlləl-ləzīnə təbu min qabl ən təqdiru aleyhim fa'lamu ənəllaha qafurur rahim. Demək, burada Allah Teala hökmü zikr etdi. Birinci hökmü zikr etdi. Və sonra Allah Teala axırında, çünki daima Allah Teala məsələn Quranda deyir ki, "İnnəllah Gafurur Rahim, Azizun Hakim" bu kimi adlar keçirir ayələrin axırında. Bunların, bu ayələrin axırının belə bitməsi özündən əvvəlki mənalarının izahını verir. Orada dönən hökmün hansı formada gerçəkləşməsini Allah Teala bizə bildirmək istəyir. Deyir ki, bu quldurlar barəsində deyir ki, həmən ki o kimsə sizə məğlub olub, əlinizə keçməzdən öncə, sizə məğlub olub, əlinizə keçməni tutmazdan öncə tövbə edərlərsə, bilin ki, Allah Teala bağışlayandır, rəhimlidir. Deməli, burada bizim Allah Teala deyir ki, bu adda hansı keçici xarakterli daşıyır, keçici vəsfi var. Bu da Allah Teala Gafur adı buna daxildir. Deməli, Allah Teala onları ayənin axırına baxaraqdan Allah Teala ona əff edir. Li'anna muqtada hədəni ismi, çünki El-Gafur və Rahim onun dəlalət etdiyi və onun ehtiva etdiyi məna nədir? Ən yekunallaha Teala qad gafarahum zunubahum. El-Gafur Rahimin dəlalət ehtiva etdiyi məna odur ki, Allah Teala artıq onların tövbəsini qəbul etmişdir. Əgər Allah Teala onun tövbəsini qəbul etdisə, artıq onlardakı o hədd düşür. Və rahiməhum bi isqatil haddi anhum. Və Allah Teala onlara həddi rəhim olarasın, o rəhim etmək baxımına Allah Teala onlardan həddi salır. Aydındır.
Başqa bir misal, misalu zəlik əs-səmi' Allah Taala'nın eşidən adı. Yetədamru isbatu səmi ismen lillahi Teala. Və bu ad özündə biz Allah Taala'ya əs-səmi' adını, eşidən adını biz Allah'a isbat etməliyik. Sübut etməliyik ki, Allah Taala doğrudan bu ada özündə var. Və isbatu səmi sıfətən ləhu, həmçində eşitməyi eşidəndir Allah Taala, əs-səmi' eşidəndir və əs-səm'u eşitməyi sifətini biz Allah Taala'ya isbat etməliyik. Və isbatu hukmu zəlikə və muqtada, demək biz bildik ki, Allah Taala'ya əs-səmi'dir, eşidəndir, isbat edirik. İkincisi, bu sifəti özünə eşitmək olduğunu isbat edirik. Üçüncüsü, bunun dəlalət etdiyi hökmü isbat etməliyik. O nədir? Ənəhu yesma'u sirrə və necvə. Allah Taala gizli və hər şey eşidəndir. Allah Taala gizlində olan və açıqda olan hər bir şey Allah Taala eşidəndir. Allah Teala buyurur ki: "Vallahu yesma'u tahavurakum innallaha semi'un basir." Allah sizin söhbətinizi eşitdi. İki nəfər söhbət edir Allah Teala ki, Allah Teala onların onların söhbətini eşitdi. Həqiqətən Allah Teala eşidəndir, görəndir. Və indalat ala vasfin ghayr mutaaddi. Bu mənanı başa düşdük. Əgər Allah Teala'nın birinci qism, əgər Allah Teala'nın ad və sifətləri, adları keçici xarakteri vəsiflər daşıyırsa, özünə üç şeyi etibar edir. Birinci, adı isbat etməliyik. İkincisi, o məna ətrafında döyən sifəti isbat edirik. Üçüncüsü, onun dəlal etdiyi mənanı, hökmü isbat etməliyik. Əs-səmi'dən məlum olur. Allah Teala eşidəndir. Eşidir və biz bilirik ki, Allah Teala qulları hər bir şey eşidir Allah Teala. Bu keçdi artıq eşitmə artıq qullara təəddi elədi. Artıq eşidirsiniz? Bunun ikinci tərəfi. Və in dəllat ala vasfin ghayr mutaaddi, əgər bir vəsfə, lakin o keçici bir xarakteri daşımırsa, o da özünə iki şey əhatə edir. Birincisi, bu adı biz Allah Teala isbat etməliyik. İkincisi, onun orada dönən sifəti isbat etməliyik. Artıq üçüncü, artıq onun mənası, daşıdığı məna, ancaq o qullara keçir, onu da orada isbat etmirik. O birincisində idi. Burada misal çəkir Allah Teala. Əl-Hayy adı. Allah Teala yaşayandır. Allah Teala yaşayandır. Əl-Hayy. Yetədamman isbatul hayy ismen azze ve celle. Biz burada Allah Teala'nın bu hayy adını yaşayan adı Allah'a isbat edirik. Ve Allah Teala'nın isbatul hayat sıfeten leh. Burada biz Allah Teala'ya hayatı da Allah Teala'ya bir sifət olarak nisbət edirik. Beləliklə bu iki ad arasında fərqi anladıq. Allah Teala bizlərə eşli faydalarından etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.